Çox sağ olun. Arzum, eşqim, diləqim sirri muğam musiqidir. Mənə hər gül aləmdə salam verən musiqidir. Xoş təbiyyətli, şirində olan zövq ilə məclisəli gərək. Dünyada hər sevinci ram edən musiqidir. Bu günləri gözəl bir musiqiçimizin, gözəl bir klarnet ifasının şadlığıdır. Mən bütün musiqiçilərin xətrini çox istəyirəm. Əyləşənlərin də hər birinə dərin rəğbətim və hörmətim var. Elə arzu edirəm ki, həmişə belə səmimi, belə gözəl, məhəbbətlə musiqiyə qiymət verib, musiqiçilərin toyunda ürək dolusu iştirak edək. Bilirsiniz, bax, bu gözəl məclisdə Azərbaycanın hər bir bölgəsindən, Qarabağdan, Bakıdan, Sumqayıtdan, ümumiyyətlə demək olar ki, elə bir məkan yoxdur ki, oradan süfrəmizdə, bu gözəl toyumuzda musiqisi olmasın. Bizi ancaq bir şey birləşdirir, o da musiqi. Allahdan arzu edirəm ki, həmişə belə musiqi ilə fəxr eləyək, musiqi ilə sevinək, musiqi qiymətləndirək. Bəyimizin dayılarının dostuyum, mənim də köhnə dostum, əziz dostum Teymur Tofiqoğlu gəldi. Teymur Tofiqoğlu'na xüsusi xoş gəldin deyirəm. Bu gözəl sənətkara eşq olsun, qardaşımdır, mənim dostumdur. Fəxr edirəm ki, mən də bu gözəl insanla vaxtı ikən yoldaşlıq eləmişəm. İndi maşallah gündə televizordadır, sevinirəm. Hər televizorda görəndə fəxr edirəm, kliplərə də baxıram. Bahalı sənətkarsan da, sənə söhbət yoxdur. Öpürəm sənə Teymur. Yəqin ki, gələn dostlar, talih ilə sevilən bu gözəl qardaşlar, bu gözəl sənət yoldaşları, məhsimizin, toyumuzun ağsaqqalı, bəyimizin atası Əhməd Şiyə çox mübarək edib. Mən də hamının adından bir daha gözünün ağı qarası, bizim də hamımızın dostuyu, talih qardaşımızın uzun illərdən bəri oğul toyunu böyük həssiyətlə gözləyib, bu günləri hər birimizin gəlişinə sevinən, bu gün ürəyi ilə, qəlbi ilə, mən deyərim, yaxınları ilə, əzləri ilə sevinən Əhməd Şiyə bir daha hamının adından çox mübarək edirəm. Çünki ata doğrudan da müqəddəsdir. Ata da, ana da ikisi də valideyndir. Bu yaxınlarda məndən soruşdular ki, atı ilə ananın nə fərqi var? Dedim, qardaş, üzr istəyəm, mən indi ədəbiyyatçı deyirəm. Anada n hərf var, yəni ana həmişə nigarandır. Ata isə t hərf var, tələbkardır, elə deyəcəyim qardaşım. Bax, bir yağlar, musiqi biraz gez başladı. Əhməd kişi narahat idi ki, mənim oğlumun toyunda qədər saat 2-də başlamalıdır musiqi. Elədir, qardaş. Musiqilər də maşallah elə yaratdılar ki, elə bilirəm ki, bu gözəl musiqi də belə davam eləyəcək. Biz bu günləri vurduyuq. Bugün Azərbaycanda da gözəl bayramdır, dövlət bayramıdır. Savadlılar, ziyalılar bilirlər. At çəkmək istəmirəm. Bu gün ancaq biz üçün ən böyük bayram Əhmədoğlu ailəsində talihin toy günüdür. Hər məqamda, hər bir işdə olmalıdır ata başda. Olmamaq üçün xəta işdə olmalıdır ata başda. Canımıza can deyata, qanımıza qan deyata, səhər dan deyata, salam verək ona başda. Oğul toyunda ata həmişə olmalıdır başda. Ata cüzü əta edən, evladacan fəda edən, arzusuyla nida edən, Əhməd ki, bütün atalar arzusuna sizin kimi sata başda, olmalıdır ata başda. Akif, atadır çox çətin, daim bilək biz qiymətin. Atarlı şəxsiyyətin gərək, hər kəs adını tuta başda, olmalıdır ata başda. Əlsinəm aydın olsun, gün doğub aydın olsun. Talihin bütün musiqisi dostları deyir ki, Əhməd kişinin gözü aydın olsun. Bugün atasan, oyun olsun ki, baba olasan, Allah Teala səni həmişə sevindirsin. Biz də sənə ürəkdən almışdırıq, sənə təbrik edirik. Çünki talihi biz çox sürük. Mən arzu eləyəm, siz amin deyin, qoy mübarək olsun toy bu bəyin. Daim xoşbəxt olsun, ellər içində bədnəzər görməsin boy bu bəyin. Nə istəsə hasıl olsun murazı, Allah yetirsin bu ocağa bolduca ruzu. Bütün musiqilər deyir, talihin bir oğlu olsun, bir gözəl qızı, qədim olsun pay bu bəyin. Akif deyər, yüksək olsun məlalı, tökülsün başından dövləti malı. Evi musiqili, süfrəsi ruzuli, bol olsun çörəyi, bol olsun sevinci, toy bu bəyin. Allah bəyimizi xoşbəxt eləsin. Allah bir də bəyə alqışlayaq da, bəyə baxın, qurba olun bəy. Bəy belə olar da, öpürəm sənə talih. Sizəm Zakir qardaşımıza söz verək, bir də nəğmə çələngi bəxş eləsin. Sonra yəqin ki, burada Rauf dostum var mənim, çox gözəl, ziyalı, əziz qardaşımdır. Öz yerin bilən oğlandır, gözəl müğənnidir, gözəl sənətçidir. Ağaddaş müəllimlə fəxr edirik, biz ona fəxr edirik.
Çox dostlar var burada. Yəni yavaş-yavaş hamının öz təbrikini bölüşəcək. Hamıdan intervyu da alacağım, narahat olma, xahiş edirəm. Zakir buyur əzim. Təbii, xoş gəlmişsən qardaş. Ağsaqqal dostumu da alqışlayıram, mənim dostumdur. Öpürəm səni, bağıran basıram. Əməl ki, mən çox sevəm onu. Öpürəm səni qardaş. Subaylardan, bağlardan qardaş. Çox sağ ol ki, müəllim. Hər vaxt xeyir olsun. Hörmətli mənsəli, hamımızı salamlayıram, gözəl musiqiçilərimizin. Burada əksəriyyət gənclər iştirak edirlər. Mən bütün gənclərə, subaylara toy qismət olsun arzu edirəm. Və başda Tazə bəyimiz Talih bəy ürəkdən təbrik edirəm. Hakim müəllim qısa məlumat verdi Talih qardaşımız haqqında. Mən də Talihin xətrini çox istəyirəm. Həm gözəl musiqiçi kimi, həm də bir kiçik qardaşım kimi xətrini çox istəyirəm. Əhməd ki, gözləriniz aydın olsun deyirəm. Talih oğullu qızlı olasan, qurduğun ailədən yarayasan inşallah. Və burada əyləşən gözəl musiqiçilərimizlə hər birini salamlayıram. Həmişə toyların bəzəyi olasınız deyirəm. Və onu qeyd edeyim ki, burada gənclər əyləşiblər. Mən o arzu edirəm ki, bir musiqiçi kimi. Bizim gənclərimiz həmişə bizim musiqimizin təəssübünü çəksinlər və hər kəs, yəni istedad Allah vergisidir. Nə qədər də musiqidə çalışsın, o yüksək mövqeyi tutasan, yəni sənət barədə deyirəm. Yəni Allah Taala hara qədər istedad veribsə, ora qədər hər kəs incəsənətdə öz xidmətini yerinə yetirsin. Mən bunu arzu edirəm və gənclərimizə can sağlığı arzu edirəm, sənət uğurları arzu edirəm və gözəl bir musiqi ilə sizləri salamlayıram. Bəzmi yəsrəşəm ruyim, bəzmi yəsrəşəm ruyim, canana bir tərəflə, mən bir tərəfdə yanam ayağım, pərvanə bir tərəfdə, mən bir tərəfdə yanam ayağım, pərvanə bir tərəfdə.
Bu məclisin eşqiyle dolandır bağda. Ömrümüz həsrətin eylə niyə geçsin badə. Hərənin arzusu bir istəyi var qəlbində. Hərənin arzusu bir istəyi var qəlbində. Çünki bülbül gülün eşqi ilə gəlir fəryada. Aman 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 yanacağım. Mən personaldan xahiş edirəm, afisiyatlardan xahiş edirəm, bir stəkan çay versinlər də bura. 2 saatda gəlmişim. Nəslilə ad qalar aləmdə həqiqətdir bu. Nəslilə ad qalar aləmdə həqiqətdir bu. Meyvəsi meyvəsiz bir ağac əlbəttə gedər tez badə. Başqa bir ləzzəti vardı Başqa bir ləzzəti vardı İbrət alsaq can özü atalıq həqqini ifa eləsin övladə. Yığayız başına hörmətli qohum qardaşını. Bundan artıq nə gözəl arzuyorlar dünyada. Lamayda damana. Baxma vahiy, səni yerlər salacaqdır yada. Sağdı bir bağdan süz eşk şərbətindən. Sağdı bir bağda süz eşk şərbətindən.
için bir nəfəsə qoy hüşyar olun. Baş götürüm qaçım dərdin əlindən, ömrümdə bir dəfə bəxtiyar olum. Dağılsın fikrimden qara buludlar, dağılsın fikrimden qara buludlar, açılsın ey visala ışıqlı yollar, dinsin Sinəm üstəyin boy sədəfli tar, tellər titrəşdikcə xoş xəyal olur. Ülvi musiqiyə can verib bağlar, Ülvi musiqiyə can verib bağlar, kövrələr, kövrələr, incələr çay kimi çağlar, xalqımın dərdindən dinən muğamlar, xalqımın dərdindən dinən muğamlar, oxşasın ruhumu əhli hayal olun, əzim aydın olsun, aydın olsun ay, musiqici dostlarım aydın olsun. Bugün Əhməd oğlu Talih bəy toydur, qohum əqrabalar tamam əyləşənlər, hamınızın gözləriniz aydın olsun, ay aman, ay can. Heç kəs unutmaz bu akşam, xoşbəxt olsunlar deyir ha. Heç kəs unutmaz bu akşamı, xoşbəxt olsunlar deyir ha. Estir, estir,
eyləsin. Allah xoşbəxt eləsin Talih bəyimizi. Musiqiçilərimizə eşq olsun. Sağ olun. Zakir, çox sağ olasın, minnətdaram. Mən fəxr edirəm ki, musiqi məclisində belə professional müğənnilər, xanəndlər oxuyurlar. İnan mənə. Adam nə qədər balan əriqiz, İran tərənləri, Ceyranı meşlər, qardaşım. Belə şeylər lazımdır ki, beynimiz təzələnsin. Minnətdaram Zakir müəllim sizə. Sən doğrudan da gözəl insansan, gözəl xanəndəsən, gözəl müğənnisən. Bugün də oradan da tarihin həyatında çox qiymətli, gözəl bir gündür. Azərbaycanımızın ən müqəddəs adət-ənənələrindən biridir. Mən hər birinizə bir daha xoş gəldin deyirəm. Bəyimizin atası Əhməd kişinin adından, bəyimizin dayılarının adından, bəyimizin əmilərinin adından. Burada musiqiçilərin başqa qohumları var, qonşular.